Zilqədə ayının son günün yaşayırıq. Bugün Həzrəti İmam-ı Muhammed Təqi Cəvad əleyhissalamın məzlumanə şəhadət günüdür. Bir nəfər gəldi İmam-ı Cəvad əleyhissalamın huzuruna, ərz elədi. Məni nəsihət eylə, mənə moizə elə. Həzrət buyurdu, qəbul edərsən? Elə ki dedi, qəbul edərəm. Həzrət buyurdu, qısa moizədir, amma çox təsirlidir. Bax, bu sözü ki, Həzrətdən bugün şəhadət günüdür, bu moizəni ki, həmin adamı edibdi, əsrlər qabaq, indi Həzrət bizə edir. Mən özümə və sizlərə bunu seçdim ki, əməl edək buna. Həzrətin şəhadət günündə bir nəsihətdir. Həzrət buyurur ki, səbri özünə mütəkkə qərar ver. Mütəkkə nədir? Yəni, insan ona təkkiyə edir, insan ona söykənir. Deyir, bir mütəkkə var, İmam Cəvad buyurur, onun adı səbirdir. Ona söykən. Gör nə aramlıq verəcək sənə. Sonra buyurur, və'təniqil fəqrə. Çox gözəl moizədir. Həzrət buyurur ki, kasıbçılığı, fəqirliyi ağuşuva al. Bağrıva bas bu fəqri, kasıbçılığı. Sonra buyurur, şəhvətlərinlə müxalifətçilik elə. Şəhvətləri özündən uzaq elə. Şəhvani istəklər. Vərfəzi şəhvat, şəhvani istəkləri özündən uzaq elə. Şəhvətlər. Və xalifil həva, həvai həvəslə, nəfsani istəklərinlə, nəfs-əmmarənin istəklərindən müxalifətçilik elə. Sonra buyurur, və'ləm ənnəkə lən təxlüvə min əynillah. Nə gözəldir. Bil ki, harda olsun Allah səni görür. Allahın huzurundasan, Allahın nəzərindəsən, bunu bil. Harda olsun Allah səni görür. Həzrət sonra moizənin sonunda buyurur, fənzur keyfə təkun. Bir neçə məsələni o adama xatırladandan sonra deyir, fənzur, da indi özün bax, keyfə təkun. Necə olacaqsan? Neçə şey deyir, səbri özvə mütəkkə qərar ver. Və'təniqil fəqrə, kasıbçılığı bağrıva bas. Vərfəzi şəhvat, şəhvani istəkləri özündən uzaq eylə. Və xalifil həva, nəfsani istəklərinlə müxalifətçilik elə. Və aləmənnəkə lən təxlüvə min əynillah. Ən mühümmi, Həzrət buyurur ki, bil ki, hardasansa Allah nəzərindəsən. 5 məsələni vurğulayandan sonra buyurur, fənzur keyfə təkun. İndi bax gör, necə olacaqsın.